Qazax Daşsalahlı kəndi ata yurdundan salamlar. Sizinlə söhbətdən sonra toya gedəcəyik. Hər birinizin evində toy səsi eşidilsin. Toy milli mədəniyyətimizin mühüm qollarından biridir və bu haqda biz bir dəfə danışarıq. İndi isə Naxçıvan söhbətimizi davam etdirirəm. Azərbaycan prezidenti cənab İlham Əliyev Naxçıvanda dedi: Naxçıvan çox zəngin tarixə və mədəniyyətə malikdir. Eyni zamanda memarlıq mədəniyyətinə malikdir. Və sonra qeyd etdi ki, Atabəylər dövlətinin paytaxtı olan Naxçıvanda olan tarixi abidələr dünya əhəmiyyətli abidələrdir. Abidələrin quruculuq işlərindən danışan lider çox ciddi mesajlar verdi. Görülən işlərin təməlində bizim milli kimliyimiz, milli ruhumuz dayanır. Mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır dedi. Naxçıvanın ölməz övladı Hüseyin Cavid də deyirdi: Turana qılıncdan da kəskin, ulu qüvvət, mədəniyyət, mədəniyyət, mədəniyyət. Naxçıvana quru yolun açılmasından sonra inanıram ki, oradakı böyük quruculuq işləri ilə bərabər mədəniyyətdə bir intibah dövrü yaşanacaq. Naxçıvanın quru yolun açılması demişkən, 2013-cü ildən 2023-cü ilə qədər üzərində işlədiyim Açar romanında kiçik bir epizod var və o epizodu diqqətinizə çatdırmaq istəyirəm. Bu, həm də bir yazıcı intuisiyasıdır və onu deyim ki, bunu qətiyyən siyasi mənalandırmaq olmaz. Və mən həmin hissəni sizə təqdim edirəm. Bacısının dərd yuyub nur topasına döndərdiyi vücudunu köksünə sıxdı. Bir an belə qaldıqdan sonra Aydın Yaqutu buraxmadan biraz aralıda dayanan Kənanı əlinin işarəsi ilə çağırdı. Gəl bir, türklər demiş sənə sarılım, gəl. Azərbaycan üçün qara qızıl, Qarabağın qızıl açarı ola bilər, deyə açarı gətirib qıfılı açdı. Daha nə istəyirsən? Kənan Aydına tərəf gələrək gülümsündü. Tapdıq da Kənana baxaraq, gənc alimin zəkasına bərəkallah, hələ professor deyənlər də olacaq. Professor necə deyirdi? Qarabağın açarı. Qarabağ özü açar olacaq. Naxçıvana quru yolun açılmasına, Zəngəzura, Göyçə gölünə. Kənan eyni gülümsər və həm də qayğılı gözlərlə baxaraq yavaş səslə dedi: İrəvanın qapıları, dəmir qapı Dərbənd, hələ Təbriz var. Yenə deyirəm, bu Açar romanından kiçik bir mətn idi və bu ancaq mənim şəxsi düşüncələrimdir. Bütün varlığımla Ali Baş Komandam cənab İlham Əliyevə minnətdaram ki, yazdıqlarım yalan olmadı. Naxçıvana quru yolun açılması, Zəngəzur dəhlizi artıq onun sayəsində reallıqdır. Qalanlarını Ulu Tanrım özü nəsib etsin. Bu lider ki var, hələ çox işlər olacaq. Yurtlarımızda işıqlarımız yanacaq, toy səsi eşidiləcək.